Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Masazırdayıq, hündür bir ərazidə. Lider marketdən sol tərəfdə, yolun sol üzündə belə bir həyət evimiz çıxıbdır. Keçək bu evdən başlayaq çəkilişimizə. Görürsünüz, darvazasına kimi, betonuna kimi, beton qalınlığını görürsünüz, hörmətli izləyicilər. Hətta hasarın üstünə belə bir navesi də var. Keçək evimizlə tanış olaq. Şəxsi tikili həyət evi istəyirsə, makler tiksə də, yəni ki, çox keyfiyyətli tikili. Bax, yer daşlarını görürsünüz tamit. Tamitin altından setka vurulub, armatur döşənib, betonlanıb. Sonra, belə deyək də, bu Targovu daşları deyirlər də bu daşlara. Targovu daşları bir malta ilə vurulubdur. Bax, görürsünüz, belə bir möhtəşəm, gözəl, kupçalıdır. Torpağın da evində kupçası var. Bax, belə bir garajı var. Burada təmizlik işləri gedirdi. Bax, belə bir... Burada bir otaq var. Garajın yanında da 2 dənə otaq. Burada kladovka da eləyə bilərsiniz. Nə bir iş otağı eləyə bilərsiniz. Yayda buranın bir mətbəx də eləyə bilərsiniz. Bax belə. Otaqlar da gördüyünüz kimi hamısı işıqlıdır. Buradan evin arxasından keçid də var. Belə bir arkada heyeti də var. Elə paltarı burada asa bilərsiniz. Yəni evin qabağında görsənməsin. Burada su üçün, acillə uvanlik üçün yer də qoyulub, trapı da qoyulubdur, daha hətta rozetka da qoyulubdur. Keçək indi evimizlə tanış olaq. Dediyim kimi cüt daşdır, mərtəbə arası monolitdir. Görürsünüz, bax, monolitdir. 15 daş, kürsülüdür. Pləkanı görürsünüz. Evin belə bir fasad hissəsini göstərək, bax, görürsünüz. Çox gözəl bir təmir olunubdur. Mən hər evi tərifləyən deyiləm. Təqdim edirəm. Bu evi yəni göz qabağındadır deyə ona görə biraz təriflədim. Bura kombin yeridir. Görürsünüz, qaz xəttinə kimi çəkilib. Burada sanitar qovşağıdır. İşığı yandırmadım. Ev yox, ehtiyac yoxdur ya da yandıraq. Yandıraq su görəsiniz, var, şifada var. Keçək. Evimizlə də tanış olaq. Pləkanlar da hamısı monolitdir. Mətbəxdən görürsünüz, bura çıxışı da var. Əyalar da oturub, yağış satı yağanda qəşəng bir çay iç. Burada xudmani. Görürsünüz, ayaqqabılarımızı çıxardaq, buralarını təmizləyirlər. Belə bir təmirlidir. Və materiallar da hamısı keyfiyyətlidir, hörmətli izləyicilər. Gəlib özünüz də şahid olasınız. Belə bir, görürsünüz, gözəl mətbəxti var. İşıqlarını da görürsünüz, işıqlanma sistemi. Bunlar bahalıdır. Burada sanitar qovşağıdır. Hamamla ayaq yolcusu bir yerdədir. Gördünüz, aksesuarlarda quraşdırılmıyor. Amma sənədi dediyim kimi paket kupçadır. Qiymət də 105.000 manata. 105.000 manata bu gözəl həyət evinin sahibi ola bilərsiniz. Bu evdən bizdə 3 sənədir. İndi bir hamısını yerləşdirəcəm. Həm YouTube kanalımızda, həm də ki TikTokda. Instagram səhifəmizdə də olacaq bu evlər inşallah. Əlaqə nömrəsi profildədir. Zəng eləyirsiniz, gəlirsiniz, baxırsınız. Özünə keyfiyyətli. Həqiqətən də polunuz alınır, möhkəmliyi görürsünüz. Aboyları da gözəl vurulub, yəni seçim, gözəl seçilibdir, xoşuma gəldi. Pəncərələr də gördüyünüz kimi şəbəkədir, kondisionerin üçün orada tokda vurulub. Gəlirsiniz, baxırsınız, buralar isti poldu, isti döşəmədir, kollektor sistemi burada var idi. Rozetkalarına kimi hamısı keyfiyyətli qoyulub, hörmətli izləyicilər. Zəng eləyin, gəlin, baxın, real alıcıya yerində indirimdə olacaq, nəzərdə tutulub. Kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun. Hələlik bu qədər. Sağ olun.